Salam dəyərli şairlər, Abituriyent jurnalının suallarının izahına baxırıq. 1. 3 rəqəmli ədədin yüzlüklər mərtəbəsindəki rəqəm 6-dır. Ədədi bu şəkildə axtara bilərik. Və deyir ki, bu rəqəmi ədədin əvvəlindən silib sonuna yazdıqda ədəd hansı şəklə düşür? AB6 şəklinə düşür. Və bu zaman ədəd 369 vaid azalır. Bu o deməli ki, 6 AB-dən bunu çıxdıqda neçə alınır? 369 alınır. Onluq sayı sistemlərinin açılışının nəzərə alınması. Burada yazarıq ki, 600 üstəgəl 10-a üstəgəl B çıxılsın 100-a qarşıda çıxma nəzərə alınması çıxılsın 10B çıxılsın 6. Burada qalır mənfi 90-a çıxılsın demək 9B bərabər olur 369 üstəgəl 6 çıxılsın 600. Mənfiyə də vuruşur 90-a plus 9B sağ tərəfdə nə qalır? 600 çıxılsın 6 çıxılsın 369. Demək qalır 9-u məncə xaricdən çıxarda bilərik. Yaxşı onu sonra edərik. 90-a üstəgəl 9B. Burada qalır 200 neçə? 225. 4, bəli. Buradan da hər tərəfi 9-a bölsük. 25 qalır. Bu da AB deməkdir. Demək ki, AB ədədi 25-dir. Yaxşı, AB ədədi 25-dir. Onda rəqəmlər olaraq A neçədir? 2-dir. B də 5-dir. 2 ilə 5-dir. Onda bizim axtardığımız ədəd 625-dir. Bizdən bunun rəqəmlərin cəmini soruşurdu. 6, 2 və 5 topluyoruz. Cavab olur 8, o da 5, 13. Yəni C variantı. İkinci sual. Abituriyent kitabın 30%-ni sonra isə demək birinci ilk növbədə kitabın neçə faizini oxuyub? 30%-ni oxuyub. Sonra isə qalan hissənin yaxşı 30%-in hissəyə çevirə bilərik. Yaxşı, birinci 30%-ni oxusa, yəni ki 10-da 3 hissəsini oxudu. %30 və yaxud 10-da 3. Sonra isə qalan hissənin, yəni 10-da 7-nin, 10-da 7 hissəsi qalmışdı. Onun 25%-ni, yəni ki, 4-də 1 hissəsini oxudu. 40-da 7 hissəni sonradan oxudu. Deyir, bundan sonra 210 səhifə qaldı. Biz nə qədər oxuyub birinci onu tapayıq, oxuduğu səhifələrin hissəsini tapayıq. Oxunulan hissə nə qədər olacaq? 10-da 3, 3-də 40 deyildi. Qırxda neçə? 40-da 19 hissəni oxuyub. Bəs hansı hissə qalıb? Qalan hissəni tapmaq üçün 1-dən nəyi çıxırıq? 40-da 19-u. Bu da isə 40-da 21 hissə. Və bizə verib ki, 210 səhifə qalıb. 40-da 21 hissəsi 210 ədəd almaq üçün 210-u 40-da 21-ə bölürük və yaxud bunun tərsinə vururuq. Bu da xüsusilə gəlir 1 dəfə, neçə 10 dəfə, 400. Demək ki, kitab neçə səhifədir? 400 səhifədir. Üçüncü. Toxunandır. Bunu yağ çəkmədik. Toxunandır deyək ki, bu da mərkəzdən keçən bir xətdir. Bu da mərkəzdir. Demək, A, B, C, D və bu da O nöqtəsidir. Yazıb ki, ACB 110 dərəcədir. Qeyd edək bunu. Bu bucaq 110 dərəcədir. A bucağını soruşur. Buraya yazaq bir X. Başqa bir şey varmı? Başqa bir şey yoxdur. Herhalde bunlar kifayət edir. Əgər mərkəzlə buranı birləşdirsək, bilirik ki, bura nədir? Bura radiusdur. Radius da toxunana nədir? Perpendikulardır. Burada həmçinin radiusdur. İndi burada 110 varsa, açıq bucaq 180 olduğuna görə bunun daxilində olan bucaq olur 70. Bu da olur 70. Çünki
bərabər yanlı üst bucaqdır. 70 olduğuna görə bu da 90, B bucağı 90 dərəcə olduğuna görə, daha doğrusu A, B o bucağı 90 dərəcə olduğuna görə bura qalır 20 dərəcə. İndi üst bucaq ABC-yə baxsın. ABC üst bucağında. Bunların cəmi 180-dir. X üstə 130 əgər 180 dərəcədirsə, X də 50 dərəcədir. Cavab olur Y variantı 50 dərəcə. Bərabərliyidir ödəyən A və B tam ədədlər üçün 3A plus B ifadəsinin qiymətini tapın. Kökdə 72-ni necə yazayıq? Kökdə 72-ni yazıram 36 vur 2. 50-ni yazıram 25 vur 2. 27-ni yazırıq. Neçə? 9 vur 3 yazayıq. A kökdə 2, B kökdə 3. Burada qalır 6 kökdə 2, burada qalır 5 kökdə 2, burada qalır 3 kökdə 3. Nəyə bərabərdir? A kökdə 2 üstə gəl, B kökdə 3. Kökdə 2 üstə gəl 3 kökdə 3. Əgər A kökdə 2 üstə gəl B kökdə 3 olarsa, onda buradan görürük ki, əmsallardan görürük ki, A neçədir? A 1-dir. Bu üçün burada 1 vurulsun var. B neçədir? B də 3-dür. Amma bizdən nəyi soruşurdu? Bizdən 3A plus B-ni soruşur. Bulaca neçə? 3 vur 1, 3. O da 3, yəni 6. Düzün cavab olur 6. Yəni Y variantı. 5-ci sual. 5-ci sual. Sağda bir sualdır. Bu necə yazılır? A tam 9-da B. Saf dövrdür. Bu necə yazılır? B tam 9-da A. Bölünsün abi. A plus B. İfadəsinin qiymətini tapın. Yaxşı. Burada bunu çevirək. Bunlar üstürətli olanları çevirək. Düzgün olmayan kəsirlərə. 9-u A'ya vurub üstünə B gəlir. Bilirik də. Vur 9A plus B. Bəs burada 9 qalır. 9B üstə gəl A. A plus B. Orta mərhəc sürətdə necə? 9-dur. 9A üstə B. 9B üstə gəl A. Bölünsün A plus B. 9 düşür məxrəcə. Burada olur 9 vurulsun A plus B. Sürətdə nə qalır? Sürətdə qalır. Demək ki 10A üstə 10B. 10 üstə. Oradan da 10'a çıxarsın ölçü xaricində A plus B. A plus B ilə ixtisar gedir. Qalır 9'da 10. D variantı 9'da 10. 6. Düzgün altıbucaqlının tərəfi 6'dır. Böyük yanılan cəmi çalışır. Birincisi biz bilirik ki, düzgün altıbucaqlının 3 dənə böyük yanılı var. Və hər biri onun tərəfindən 2 dəfə çoxdur. Hər biri onun tərəfindən 2 dəfə çoxdur. İndi burada tərəf 6-dırsa, onda böyük yanılan hər bir neçədir? 12-dir və buna 3 dənə olduğuna görə 3 dənə 12 böyük yanılan cəmi neçədir? 36. Yəni böyük yanılan cəmi soruşur, eləmi? Biri tərəf 7 imiş tərəf. Tərəfi 7 imişsə, tərəf əgər 7 isə, onda bunların biri 14 olacaq. 3-dən 14 neçə olur? 42 olur. Birinci olur D variantı. 7-ci sual. İfadəni sadələşdirin. Müxtəsər modüsuna görə burada 4 2-nin kvadratıdır. Bir də bunları çıxıb, bir də toplayırıq. Burada kublar fərqini tətbiq eləsək, A kub müsbət kubu tətbiq eləsək, qalır A çıxılsın ki, birincinin kvadratı plus bunların hasili və plus ikincinin kvadratı. Burada nələr ixtisar gedir? Buradan A kvadrat plus 2A plus 4'lər gedir. Buradan da A minus 2'lər gedir. Burada qalır A plus 2 çıxılsın A plus 2. Çünki bu 2'lər mənfi müsbət olur. Alaq islah olunur. 2, 2, 4. Düzgün cavab olur B variantı.
8 demək bərabər yanlı üst bucaqdır. Lap yaxşı. Demək bura x seçir, burada x-dir. 45'dir. Hər hansı bir nöqtə verildi burada. Buradan hündürlük çəkilib. Bura hündürlük çəkilib. Buradan da həmçinin bura bir hündürlük çəkilib. Hündürlüklər çəkilib. Yazıb ki D'ye 5'dir. Buraya yazılır 5'dir. DF necədir? DF də 3'dür. Deyir AB tərəfinin uzunluğunu tapın. Yəni x-i tapın. Şəklə görə x-i tapmaq lazımdır. Biz burada nə edə bilərik? Burada saha ilə gedə bilərik. Bəli. Ümumi saha nəyə bərabərdir? Üst plan sahası. ABC üst plan sahası. Bərabərdir bu saha ilə bu sahanın cəmini. Yəni x vurulsun 5. Bəs digər tərəfdə nədir? 2'də 1 x vurulsun 3. Bu 2 dənə üst plan sahasının cəmi, yəni buradakı saha ilə digər burada olan sahanın cəmi ümumi sahanı verir. Bəs ümumi saha necə tapılır? 2'də 1 AB sinüs alfa. Bu 45'i nəzərə alsın. 2'də 1 AB sinüs alfa. Olacaq 2'də 1 vur x vur. Sinüs neçə? 45. Biz buradan nəyi tapmalıyıq? X-i tapmalıyıq. AB-ni tapmalıyıq. Demək, burada nə qalır? 2'də 1 5x o da 3x bərabərdir. 2'də 1 x vur sinüs 45'ten alır. Köydəki bölgü. 2'də 1'lər onsuz da deyək ki bunlar geçsin. 2'lər geçsin. 8x bərabərdir x vur. Bunu 1 böl köydə kimi yaza bilərik. 1'dən x də getdi. Buradan x-i tapırıq. 8 kökdə 2. Üçüncü cavab olur. B variantı 8 kökdə 2. Dokuzuncu sual çevrənin tənliyi ilə bağlı bir sualdır. Çevrə deyir ki 5 bir nöqtəsindən keçir. Yaxşı 5 bir nöqtəsindən keçirsə, o demək ki bu nöqtəni gətirib yerinə qoya bilər. Yəni x-in yerinə 5, y-in yerinə 1 qoysu bu tənliyi ödəyir. Çünki nöqtə çevrə üzərində yerləşir. Yaxşı yerinə qoysu demək 25 çıxılsın 20 plus 1 plus a çıx 12 bərabər 0. Burada qalır 6, a çıx 6 0'dır. Demək ki a neçədir? A 6'dır. İndi bizdən soruşur çevrənin radiusunu. Yaxşı gətirib yerinə qoysu x kvadrat çıxılsın 4x plus y-in kvadratı plus 6y çıx 12 0'dır. Buradan çevrənin tənliyin normal şəkildə yazar x kvadrat çıx 4x gəlir 4 y kvadrat plus 6y plus 9 yəni tam kvadrat düzəldir əlbəttə ki. Çıx neçə? 13 və çıx 12. Bu 13 özümüz əldə edilmiş üçün çıxdı. X minus 2'nin kvadratı y plus 3'ün kvadratı bərabər 25. Mərkəz 2 mənfi 3'dür. Amma radiusu neçədir? Əlbəttə ki 5'dir. Bizdən çevrənin radiusunu soruşursa cavabımız olur A variantı. 10-cu sual. Burada kosinus 2 alfanın düz sularından istifadə edək, uzatmayaq. Məsələn, kosinus 2 alfanın belə bir düzsü 1 yesin deyə bunu yazacağım. 2 kosinus kvadrat alfa çıx 1. Bir də sinus 2 alfanı da aşağıda istifadə edəcək. O necədir? O da belədir. 2 sinus alfa vurulsun. Kosinus alfa. Bunları nəzərə alsaq. Kosinus 18'in yerinə bu düstura görə nə yazaram? 2 vurulsun. Kosinus kvadrat 9 çıxılsın 1. Bəs sinus 18'in yerinə nə yazarıq bu düstura görə? 2 vurulsun. Sinus 9 vurulsun. Kosinus 9. Buradan birlər islah olur. Əgər kosinus 9'u mövzusu xaricdən çıxarsa, qalır 1 plus 2 kosinus 9. Aşağıdan sinus 9'u mövzusu xaricdən çıxarsa, qalır 1 plus kosinus 9. Bunlar ixtisar gedir. Sonda qaldı kosinus bölü sinus, o da kotangens 9'dur. C variantı kotangens 9.
11. Köylərdən biri 4'dür. Sonra digər tənliyi verir. Bir 10 köylərini tapın. 4'ü yerine koy. Kök yani x'i yenə 4 qoysu. Biz oradan m'i tapa bilərik. Gətirib 4'ü yerine qoysu olur. Neçə olur? Demək 4'ü yerine qoysu olacaq. 11 sola bax. 4'ü yerine qoysu olur. 16 çıxılsın. Elə bil ki 8 çıxılsın m 0'dır. 8 çıxılsın m 0'dır. M neçədir? M də 8'dir. Sonra m'i gətirib burada yerine qoy. Bu tənliyi əldə eləyək. X'in kvadratı plus 8x çıx 20 bərabər 0. Viyet teoreminə görə köklərin cəmi -8'dir. Köklərin asili -20'dir. Bunlar hansı əllərdir? Əlbəttə ki, -10 və -2. Tənliyin köklərini tapın. -10 və -2 C variantı. 12 fəzil sualdır. Deyir ki, müstəvi üzərində olan ABC üsbüğ düzbüğlü üsbüğdir. 12. Deyir ki, bir müstəvidir. Düzbüğlü üsbüğdir. Bunun üzərində yerləşir. A nöqtəsi, B nöqtəsi, C nöqtəsi. A düzbucağından deyir müstəvi MA perpendikular kaldırılmıştır. Deyir ki, buradan bir dənə müstəviyə bir MA perpendikular çəkəcəyik. Müstəviyə MA perpendikular çəkəcəyik. Demək Bildim. Tərzən yerə girək. Yaxşı yox. Bu sualdaydı. Biz burada demək nə edəcəkdik? MA perpendikular çəkəcəkdik. Demək, müstəvi götürmüşdük. Demək, tərzən çəkərik. Müstəvi çəkmirəm. Demək ki, bir üçbucaqdır. Müstəvi, üçbucaq özləri bir müstəvidir. Burada A nöqtəsi 90 dərəcə, B nöqtəsi, C nöqtəsi. A nöqtəsindən bir perpendikular çəkilir bu müstəviyə. Deyək, buradan bir perpendikular çəkilir müstəviyə. Və bu da bir maildir də. Belə. Bizə nəyi verib? AM-i verib neçə? 2 kökdə 3. DC-ni verib 4. Və BD-ni də verib 6. Dinləyə tapın, M-dən X-i tapın. Biz burada belə bir şey eləyək. Buradan bu xətti birləşdirək. Burada müstəviyə perpendikularsa, müstəvi bütün nüsxələr perpendikular. Yəni burada 90 deyək. Aşağıda bir 90 var. Müstəvi olan BC xətti əgər mailə, yəni X-ə perpendikulardırsa, necə ki veriblər ona perpendikular, onda mailin proyeksiyasına da, yəni burada perpendikulardır. Biz H-ı tapa bilərik. Yəni oturacaqda olan üçbucağın hündürlüyünü tapa bilərik. H kvadrat həmən düzsürünü tapa bilərik. Buradan H-ın kvadratı neçə tapırıq? 24 tapırıq. Sonradakı Pifagor teoremi yazarıq ki, X-in kvadratı bərabərdir. H-ın kvadratı, yəni 24 üstə gəl, 2 kökdə 3-ün kvadratı 4 üçün 12, 36. X olacaq 6. Birinci cavab A variantı 6. Gəldik 13-cü suala. Demək 13. Z bərabərdir 1 çıx i. 1 plus i üstü 17. 1 plus i üstü 19. Kompleks ədədinin həqiqi hissəsini tapın. RZ-i axtarırıq. RZ sual. Burada belə elə. I üstü 17-ni gəlin sadələşdirək. Yazar i üstü 17 necə yazarım? Yazarım i-nin kvadratının üstü 8 vur i. Yəni ki, mənfi 1-in üstü 8 vur i. 1 vur i. Hər nəsə i. Bəs i üstü 19-u necə yazaram? I üstü 19. Ya Rabbel alem. I üstü
19'u tapmaq istəyirdi. I üstü 19'u tapmaq istəyirdi. I üstü 19'u necə yazardı? I üstü 19 yaza bilərik. I-nin kvadratının üstü 9 vurulsun I. Yəni mənfi 1'in üstü 9 vurulsun I. Yəni mənfi I. Gətirib yerinə yazsın. Z 1 çıx I, 1 plus I və 1 çıx I. Müxtəsərə görə burada qalır 1 çıx I-nin kvadratı, 1 çıx I. Nəzərə alsaq ki, I-nin kvadratı mənfi 1'dir. Burada olur 1 minus mənfi 1, 1 çıx I. 2 vurulsun 1 çıx I. Burada qalır 2 çıxılsın 2i. Bunun həqiqi hissəsi riyaziyyəti neçədir? Əlbəttə ki 2-dir. Üçüncü A variantıdır. 14. A15B bu ədəlsizlədir. Onda deyə bilərik ki, ədəlsizlə qayda necədir? Kənarlar ki, orta həddə duran hədd, ondan kənar duran hədlərin nə idi? Əd ortasıdır. Buradan alırıq ki, A ilə B-nin cəmi neçədir? 30'dur. Bu qalsın. Sonra digər tərəfdən bizə verib ki, B 12 və A. Bu isə həndəlsizlədir. Həndəlsizlə olduğuna görə nə deyə bilərik? Deyərik ki, kənarda duran hədlərin hasılı, ortada duran hədin nəyidir? Kvadratıdır. Buradan da A vurulsun B üçün 144'ü tapa bilirik. Bunlar bəllidir. A kvadrat plus B kvadrat soruşur. Lap yaxşı. Müxtəsərdən bilirik də, alınma düsturlardan bilirik ki, bu A plus B-nin kvadratı çıxılsın 2AB-dir. Yəni ki, 30'un kvadratı 900, 2 vur 144, 288. 288. Bu da haradasa eləyəcək. Demək, 288 bundan çıxsı 600 neçə? 612. Növbəti 15-ci sualımız. 15. Düzün dördzağlı piramida nədir? Düzün dördzağlı piramidanın otacağı kvadratdır. Düzün dördzağlı piramidanın otacağı nədir? Kvadratdır. Əgər otacağın sahəsi 100 veribsə, yəni kvadratdır, bu düzün olduğuna görə otacaq kvadratdır bəlli. Demək ki, A kvadratı verib 100. Onda A da olur 10. Tərəf olur 10. Bunlar 10'dur. Tərəf də 10'dur. APFM 13'tür. APFM nədir? Yan üzün hündürlüyüdür. Bura 13'tür. Həcmin tapın. Piramida həcmi belə tapılır. 3'də 1. S30'a vursun H. S30'a var idi onsuz da 100 idi. Qalır H tapmaya. H da buradır. H tapmaq üçün bizə nə lazımdır? Bizə H tapmaq üçün, bu hündürlüyü tapmaq üçün bizə bu hissə lazımdır. O daxil çəmir çevrənin radiusudur. Kvadratda o iki yerdəki A-nın yarısıdır. Yəni 5'dir. Buradan H-ı Fiqor teoremindən taparıq. H-ın kvadratı üstə 5'in kvadratı 13'ün kvadratı. H-ın kvadratı olur 144. H da olur 12. Demək hündürlüyümüz neçədir? 12'dir. X sayısı bir dəfə 4 dəfə. Cavab qalır 400. 16. Demək burada nə edə? Bunlar çevrə bəlkə. Birincisini yazay. 2 vurulsun. Loqaritma 80'dən götür 2. İkincisini yazar loqaritma 80 əsasdan 5. Burada da 4 2'nin üstü 2'dir. Bu 2 tərsinə çıxır, bu 2 ilə gedir də heç. Yəni bunu da yaza bilərik 3 vurulsun. Loqaritma 80 əsasdan 2. Burada olur loqaritma 80 əsasdan 2 gəlsə bunun qüvvətinə 2 qalır. Burada var 80 əsasdan 5. Burada var 80 əsasdan 208. Əsaslar eyni olduğuna görə loqaritma qarşılama ifadələr vurulur bir-birinə. Qalır loqaritma 80'dən 80, o da 1'dir. Sağ 1. 17, 18, 19 bunlar görülmür. Jurnala baxay. 17'ci sualda, hə. 17'ci sual belədir. Belə bir tənlik verir. Deyir ki, bu tənliyin aralığındakı köyləri cəmini tapın. Kökləri cəmini tapın. Tangens 4x, kotangens 50 ilə tangens 40 deməkdir. Onda belə çıxır ki, biz burada ümumiyyətlə tangens x bərabərdir
tangesi y kimi tənliyi həll edəndə x bərabərdir y plus pk yaza bilirik. Ya da x minus y pk yazılır, fərqi yoxdur. Burada yaza bilərik ki, çünki dövrü pk'dır tangesin. 4x yaza bilərik 40 dərəcə üstə gəl pk. Pi 180 nəzərə alsaq və 4-ə bölsük. Burada qalır 10 üstə 180 bölü 4, yəni 45 vur k. K zdir. İndi burada düşən həllər lazımdır. K'ya 0 versik 10 alınır. 1 versik, K'ya 1 versik 50 üstə, 55 üstə 10. 45 üstə 10, 55 qalır da. 55 qalır. K'ya 2 versik 90 üstə 10, 100. K'ya 3 versik 135 olan 145. 4 versik çox olar da 190 olar. Bunlardır. Bunların cəmini soruşur. Demək 65, 165, o da 145, 310. Demək cavab olacaq 310 dərəcə. Növbəti 18. Konusdur. Deyir ki, konusun doğranı otadan radiusundan 4 dəfə çoxdur. Doğranı, bura yəni otadan radiusundan 4 dəfə çoxdur. Yəni bura x isə, bura neçə x-dir, bura 4x-dir. Yan səthin asılındakı sektorun mərkəzi uzanı tapın. Yan səthin asılındakı sektor. Biz bilirik ki, konusun açılışı dairə sektorudur, o bəlli məsələdir. Bura 4x olacaq, bura 4x olacaq. Bizdən bu bucağı soruşur. Və bura isə bu çevrənin uzunluğu olacaq. Çevrənin uzunluğu necə tapılır? 2pi yerindən tapılır. İndi yerinə x yazsın, bura olur 2pi-x. Göğsün uzunluğu üçün düstur. Məsələn, r alfa. Radiandan çünki. Biz burada yaza bilərik ki, yəni r alfa. R da burada 4x-dir. Alfa da lamin alfadan. Ne olacaq? 4x vurulsun alfa. Bərabərdir 2pi-x-ə. Buradan x-lər geçsə, alfanı tapırıq. 2pi böl 4 və yaxud pi böl 2. Yəni 90 dərəcə. Digər sualın həlli var. Yəni buradan həllərinə baxa bilərsiniz. Bu qədər. Sağ olun.